Salam əziz dostlar, sizinlə Ağaçın Əzimovdur. Yeni gününüzü və Dünya Azərbaycanların həmrəylik gününüzü təbrik edirəm. Sizə can sağlığı, uzun ömür və zəngin, varlı həyat arzu edirəm. Əsas işinizdə qalmaqla, əlavə qazanc sizdə maraqlandırırsa, diqqətli olun, videonu axıra kimi izləyin. Mən Gedmi-Ez şirkəti haqqında danışacağım. Gedmi-Ez bir reklam şirkətidir. Reklam deyəndə bütün günü internetdə reklam izləmək, hər hansı bir reklamı tıklamaq başa düşülməsin. Şirkətin belə bir məqsədi yoxdur. Aydın olsun deyə bir qədər reklam bazarından məlumat verim. Bu sənaye ən çox gəlir gətirən sənayelərdən biridir. Belə ki, biznesmenlər, iri şirkət sahibləri öz məhsullarını bazarda tanıtmaq üçün hər il milyardlarla dollar pul xərcləyirlər. 2006-cı ildə bu rəqəm 650 milyard dollara çatmışdır. İnternet reklam hesabına yaşayır. Təkcə Facebook'un sahibi gənc milyarder Mark Zuckerberg 11 milyard dollar pul qazana bilmişdir. İnternetdən pul qazanmaq artıq çoxlarına məlumdur və bir çox sadə insanlar da böyük pullar qazana biliblər. Google, YouTube, bloger sistemləri öz istifadəçilərinə reklam gəliri payı ödəməkdədirlər. YouTube'da çalışan blogerlərdən hətta milyon dollar qazananlar da vardır. Gedmi-Ez 2005-ci ildə qurulmuş bir reklam şirkətidir. 2011-ci ilə kimi televiziya, qəzet və jurnallarda öz müştərilərinə reklam xidməti göstərirdilər. Lakin istədikləri nəticəni əldə edə bilmədikləri üçün daha da başqa bir yola aratmağa məcbur oldular. 2011-ci ildə isə onlar internet reklam sektoruna girməyə qərar verdilər. Yəni işləri daha da təkmilləşdirdilər. Bu zaman çoxlu ortaq sistemlərinə yönəldilər. Gedmi-Ez, Google, YouTube, Yahoo, Facebook, Twitter, Instagram kimi əsas sosial media sistemləri ilə bir-birlərindən fərqli 74 və bir-birlərindən fərqli 74 veb-sayt ilə əməkdaşlıq edir. Hər ay onlardan topdan qiymətə 12 milyon dollarlıq reklam yerlərini ucuz qiymətə alır və onu pərakəndə qiymətə, daha böyük qiymətə və daha böyük şirkətlərə kiraya verir. Qazandığı pulları isə öz biznes ortaqlarına, daha doğrusu sərmayəçilərinə bölüşdürür. Beləliklə şirkət həm öz iş həcmini artırır, həm də özünün və sərmayəçilərinin yatırımları hesabına böyük bir büdcə vəsaitinə malik olur. Nəticədə gəlirini də bir neçə dəfə artıra bilir. Biz də etdiyimiz yatırımlara uyğun qazancımızı alırıq. 2011-2015-ci illərdə bu çoxlu ortaq sistemləri həm Gedmi-Ezə, həm də ortaqlarına böyük pullar qazandırdı. 2006-cı ilin fevralında isə Affiliate satış ortağı proqramını yükləməklə bütün dünyaya çıxma qərarı verdilər. Nəticədə böyük uğurlar qazanmağa başladılar. Qısa müddətdə Alex.com saytında reytingi artdı. İspanya, İtaliya, Almanya, Fransa və Türkiyədə sürətlə inkişaf etməyə başladılar. Dünya birjasında worldofweb.com saytında dəyəri 400 milyon dollara çatdı. Aylıq reklam büdcəsi 12 milyon dolları ötdü. Hər ay öz ortaqlarına 1 milyon dollardan çox bonus ödəyir. Bir daha qeyd edirəm ki, burada heç bir reklamı izləmək və ya tıklamaq tələb olunmur. Gedmi-Ez şirkəti bizə iş ortağı olmaq şansı verir. Daha doğrusu təklif edir. Hər kəs şirkətə 50 dollardan 50 min dollara kimi istədiyi yatırımı edəndən sonra ayın axırında bankomatdan pulunu götürür. Şirkət etibarlı Visa, Master kartları, bank hesabları və ya pay ödəmə sistemi ilə işləyir. Yatırımları da və gəlirlərin alınması da bu yolla həyata keçirilir. Gedmi-Ezdə iki əsas qazanc var. Yatırım qazancı və komisyon qazancı. Yatırım qazancı sərmayə ortağı olmaq istəyən partnyorlar minimum 50 dollardan maksimum 50 min dollara kimi yatırım edə bilərlər. Hər 50 dollar bir yatırım, hər 50 dollar bir yatırım, hər 50 dollar bir yatırım jetonu deməkdir. Bu
bu jeton 600 gün müddətində geri ödəmə planına daxildir. 600 gün ərzində hər gün 1% geri ödənir. Nəticədə 600 gün ərzində 50 dolar qoyduğumuz sərmayə 300 dolar olur. Şirkət günlük qazancımızı 2 yerə bölür. Şirkət günlük qazancını 2 yerə bölüb, nəqd və yatırım balansına toplayır. Nəqd hesabımızda 20 dolar olandan sonra pay ödəmə sistemi ilə 300 dolar və ondan çox olandan sonra isə bank hesablarına ala bilirik. Yatırım hesabımızda 50 dolar olandan sonra yeni bir jeton alırıq və gündə 50 sent olmaqla aylıq gəlirimizi 15 dolar artıra bilirik. 100 dolarlıq bir sərmayə ilə işə başlayan şəxs 2 jetona sahib olur. Bu gündə 1%, yəni 1 dolar qazanc deməkdir. Yarısı nəqd, yarısı da yatırım hesabına yığılır. Nəqd hesabımızda 300 dolar olandan sonra onu götürə bilir, yaxud hər iki hesabı birləşdirib yeni jeton ala bilir. Belə məsləhətdir ki, 40 jeton olana qədər sistemdən pul götürməyək. 40 jetona istər dərhal, istərsə də tədricən sahib olsa, qazancımız belə olar. Gün ərzində 1%, yəni 20 dolar qazanılır, 10 dolar nəqd hesaba, 10 dolar isə yatırım hesaba toplanır. Hər ay nəqd hesabdan 300 doları götürə bilir, yatırım hesabda isə hər 5 gündən bir toplanmış 50 dolara yeni bir jeton alırıq. Bu hesab 1000 jetona sahib olana kimi davam edir. Şirkət hər kəsə yalnız 1000 jetona sahib olma imkanı verir. Bu şirkətin bankrot olmaması üçün iqtisadi tənzimlənməsidir. 1000 jetona sahib olan şəxs 7500 dolar aylıq pasiv gəlir əldə edir. Komisyon gəliri. Komisyon gəliri nədir? Komisyon gəliri, dedim ki, bu 1000 jeton, yəni ki, 40 jetonun 1000 jeton alınması və onun pasiv 7500 dolar qazancıdır. Komisyon gəlirdən danışaq. Sistemə daxil etdiyimiz biznes partnerlara görə şirkət komisyon gəliri verir. Dəvət etdiyimiz birinci və ikinci xəttdə olan şəxslərə görə 12%, ikinci və üçüncü xəttdə olan insanlara görə isə 2% komisyon ödəyir. Bu komisyon isə 2 yerə bölünmür. Dərhal nəqd hesaba toplanır. Dəvət etdiyimiz şəxs 100 dolara kimi 100 dolara 2 jeton 100 dolara 2 jeton alsa 12%, yəni 12 dolar bizim nə balansımıza əlavə olunur. Bizim 4 xəttimizdə olan şəxslər nə vaxt jeton alsalar, müvafiq olaraq hesabımıza komisyon toplanır. Şirkət bizə heç bir şeyi məcburi tələb etmir, əsas və vacib tələblərdən yalnız bir neçə akaunt açmamaqdır. Əks təqdirdə şirkət həmin şəxsin qeydiyyatını ləğv edir. Məcburi üyə bulunmalı, heç bir məcbur kimsə dəvətləmək yoxdur, hər ayda nəsə alıb satmaq yoxdur, nəsə məcbur yatırma yoxdur. Yəni burada əsas olur ki, o dediyimiz şeylərlə bağlı məsələdir. Bu da back-office göstərilən bir şeydir və indi mən sizə öz back-office'imi göstərməmişdən qabaq qısa bir, burada biz 50 dolar məsələn jeton 50 dolar sərmayə qoysaq, 50 doların qazancı bizə demək aylı qazancı 7, demək ki, aylı qazancı böyüdək. Demək bir dəqiqə burada belə bir şey eləyək bunu. Bir dəqiqə burada. Yəni 50 dolar qazanc, bu 50 dolar hesablamışam burada. 50 dolar qazanc 7 dolar 50 sent nəqd götürə bildiyimiz puldur deyək ki, onun 50 dolar qoyduğumuz sərmayə, bir jetondan qoyduğumuz sərmayə 100 gündəki qazancı 15 dolar, deyək ki, o artıq hələ ki 2 dolardır, 2 jeton demək ki 365 gündə, 50 dolar 365 gündə bizə 21 jeton verir və 21 jetonun qazancı, aylı qazanc 157 dolar 50 sent nəqd götürə bildiyimiz puldur. 157 dolar 50 sent depozitdə qalan puldur, ona təzədən jeton verir. Demək 50 dolar 600 günə bizə verdiyi qazanc 220 jetona çevrilir həmin 50 dolar və onun verdiyi qazanc 1635 dolar nəqd götürə bildiyimiz puldur. Və onun nəhayət 755-ci gündə isə bizim həmin 50 dolarımız, bir jetonumuz 700 götürməsə 755-ci gündə o 753-cü gündə daha doğrusu 1000 tokenə çevrilir. 1000 jeton çevriləcək və bu da 1000 jetonun aylı qazancı, pasiv qazancı bizə 7500 dolar qazanc verəcəkdir. Yəni bu hesabı biz 50 dolar üçün elədik. İndi biz keçək demək 100 dolar üçün də bunu
göstərə bilərəm ki, bu daha sizin üçün anlaşılsın. Deyək ki, indi burada həmin misal 100 dolar üçün göstərirəm, 100 dolar 2 jeton aldıq. Bunun 51 günündə artıq bizdə 3 jeton olacaq, qazancı 22 dolar olacaq. Deyək ki, 100 dolar bizə 366 günə, 365 günə, 366 günə 58 jetona çevriləcək. Onun aylıq qazancı 435 bu nəğd götürə bildiyimiz puldur. Yəni bu qədər pul da depozitdə qalır. Yeni başqa bir, demək 600 gün müddətində bizim qoyduğumuz 100 dolar 594 jeton üçün əmələ gətirir, yaradır və o 100 demək aylıq qazanc 4455 dolar aylıq qazanc bizə nəğd götürə bildiyimiz qazancdır. Və bu bizim qoyduğumuz 2 jeton aldığımız 2 jeton yəni sərmayə qoyduğumuz 100 dolar 653 gün müddət, yəni heç vaxt götürməsə deyək, bu müddətə götürməsə və hər qazanılan pula da bizə jeton şirkət versə 653 günə biz 1003 jeton verməz, 1000 jeton yəni tamamlanacaq və 1000 jetonda bizim demək pasiv gəlirimiz 7500 dolar olacaq. Əgər 1000 dolar biz deyək ki 500 dolar üçün bunu yoxlasaq, deyək ki 500 dolar üçün də bunu yoxlasaq, tamam, 500 dolar üçün də mən qısaca bunu göstərmək istəyirəm ki, bu məlumat olsun. 500 dolarda da testi bunun üstündən keçək. Demək, 500 doların qazancı 97 dolar. Demək ki, 100 günə 195 dolar. 365 günə onun qazancı 2670 dolar və 469 günə 1000 tokenə çatır və 7500 pasiv qazanca çata bilirik. Demək, bunun təzədən bir 1000 dolar üçün hesablayanda, yəni 1000 dolar üçün hesablayan əziz dostlar, diqqətlə baxın. Yəni bu çox düşündürücü, çox yaxşı bir fürsəti istifadə etmək lazımdır. Demək ki, 1000 dolar 20 jeton verir şirkət bizə və 15-ci gündə artıq bizim 22 jetonumuz olur və qazanc 165 dolar. Deyək ki, 30 gündə 26 jeton və qazanc 195 dolar, 100 gündə 52 jeton və qazanc 390 dolar, nə götürə bildiyimiz puldan söhbət gedir. Demək, 365 gündə 730 jetona çevrilir və bu qazanc 5475 dolar və nəhayət ki, 397-ci gündə şirkət 1000 token yəni bizə verir və bu 1000 tokendən 1000 token qazana bilirik. Yəni bizim götürə bilmədiyimiz pullarla götürmədiyimiz pullar bizə 1000 token qazanır və aylıq pasiv qazanc 7500 dolar olur. Əziz dostlar, yəni bu həqiqətən məlumatı tez-tez danışdım ki və bunun ətrafında suallar versə mən sizə cavab verməyə hazırım, bir problemimiz yoxdur. İndi mən keçək öz back ofisində burada qısaca olsa sizə göstərim ki mənim demək qoyduğum pullar və aldığım jetonlar nə qədərdir və necə. Məsələn, mən burada burada 26 nəfər mənə yazılıbdır, birinci xəttimdir, bu ikinci xəttimdir, 11 nəfər və 15 token alınır və 15 tokenlə hər tokenlə mənə 6 dolar şirkət verir, 90 dolar və 90 dolar dərhal bu hissəyə, yəni ki, nə çəkə biləcək hissəyə qoyulubdur, 112 dolar. Burada mənim token, 2 token almışam 16 noyabrda, demək, gecə təxminən bir 11-12 aralığında belə formada ödədim və mən təxminən 44 gün, 45-ci gündür bu günləri mənim şirkətə olduğum, pul qoyduğum, yəni ki, mənə artıq 45 dolar pul qazanc veribdir və bu 45 dolar qazancı da 2 ilə bölür. 22 yarısını bura qoyur, yarısını bura qoyur. Burada isə ümumi qazancdır. Yəni ki, mənim həm tokenlərimin qazancıdır, həm də ki, mənim referallardan qazandığım bu birdə cəmləşib 134 dolar mənim ümumi pulum var. Mənim sırf çəkə biləcəyim pul isə 112 dolar mən çıxarda bilərəm pulumu və bu pula isə biz çıxarda bilmirik. Bu pula ancaq biz depozitə, yəni ki, burada token almalıyıq. Burada mənim demək vəzifəm 2 ulduzlu, bir ulduzlu 2 tokenli bir reklamçıdır və bu isə burada vəzifə isə bu şeyə görə verilir, demək referallara görə verilir və burada bir kassir demək mən bir daha göstərim ki bu mənim demək tokenlərimdir buradadır və bir dəqiqə mən bir daha göstərim onu sizə. Demək göstərəcəyim burada saytdan çıxdı, çox qalanda saytdan çıxır. Demək ki, mənim tokenlərim düyməsini bir daha basaq. Demək, burada görürük ki, demək, mənim 2 token, baxın, 16-sı, 11-ci ay 2016-cı il, 19 yılların vaxtı, bizim vaxtımız neysə, saat təxminən 11-12 arasında idi gecə. Yəni, mən ödədim və verdiyi mənə qazanc bu cürlədə 22 dolar və 44 dolar, ikisi bir yerdədir, belə, 2 yerə bölürlər bunları. Və bunu çıxartmaq üçün burada kassi düyməsini basırıq, necə çıxarda bilərik onu. Bax, görürük, bu yerdə 112 dolar, 38 burada var, bunu çıxartmaq üsulları da bundan ibarətdir ki,
Dediyim ki, bank hesablarıdır və burada pay hesabı ilə hələ ki, ədilkaş sistemini də qoşacaqlar və şirketin özünün şəxsi bankı olacaq və öz bankına bir limitsiz pul çıxarda biləcək. Dediyimiz kimi, bu ətrafı bunu daha dayanmıram, bunu gördünüz, pay hesabı ilə çıxarda biləcək və inşallah mən hələ pulu çıxartmaq istəmirəm və istəyirəm ki, mən yenidən token alım və tokende təxminən mənim 2 token ala biləcəyəm bu pulla. Yeni əlavədə pul qalacaq, ona görə mən onun üçün də ayrıca bir video çəkib sizə göstərəcəyəm. Əziz dostlar, ona görə burada çox dayanmaq istəmirəm. Qaldı ki, əlavə burada bizim bayaq göstərdiyim qeyri-maliyyət şirkətinin qiyməti, bu həmin bu worldweb.com saytında qiyməti, görürsünüz ki, bu demək sərbəst bir saytdır, bunu heç kimin aslı bir saytdır, bu 394 milyon dollar bunun qiyməti dəyərləndirilir. Siz hər hansı bir saytın, şirkətinizə qiymətləndirmək üçün burada qoyursunuz və bu hesablayacaq və size deyəcək. Və Alex.com saytında isə dünya birjasında bu rating demək burada bunun qalxıbdır. Deyir, bax, fevral ayının ortasından başlayıb inkişaf eləməyə və yüksək sürət gəlib qalxıb bura çıxıb. O 80 mindən qədər idi, 706'ya gəlib çatıbdır ki, hətta 701'də fikirləri var. Demək, hansı ölkədə? İspanya, İtalya, Germaniya, Fransa və Türkiyədə sürətlə inkişaf edir bu formada bir şeyler. Və eyni zamanda burada bir də yenidən Hind dilində də bunun, burada dediyimiz kimi neçə dildə burada demək 6-7 dilində və 8 Hind dilində də əmələ gəldi və təqdimat rolikləri burada qoyulub. Hansı dil sizi bu sizə tərcümə edib baxa bilərsiniz. Və əziz dostlar, burada bir məsələdə deyim, sizin xatırladım ki, demək siz hər hansı bir şəxsi dəvətləməsi şirkətə, bu sizin referal linkiniz, bu mənimdir. Sizin referal linkiniz burada olacaq və bunu siz demək dostlar, tanışa göndərməklə burada kimi həmin o demək oradan qeydiyyatdan keçə bilər. Və burada dediyim kimi hansı demək bu linklər göndərsə həmin ölkənin dilində, Türk dilində, bu Rus dilində və bu video təqdimat olacaqdır və o ətrafı başa düşəcək. Əziz dostlar, mən videonun altında öz linki demək qoyacağım və sonra baxa biləcəksiniz orada. Şirkətin iş planı və qazanc planı mənə qərar qəbul etmədə kömək etdi və mən qərar qəbul etdim və mən bu işdə məşğulam. Allahın köməyinə inşallah hamımız pul qazana biləcəyik. Bu iş sizə də uyğundursa komandamıza daxil ola bilərsiniz. Komandamızda olan hər şəxsə hər cür köməklik edib yol göstərməyə hazıram. Sizi maraqlandıran bütün sualları Skype və WhatsApp vasitəsilə verə bilərsiniz. Qeydiyyat linki və əlaqə vasitələri videonun altında görə bilərsiniz. Növbəti videoları xəbərdə olmaq üçün kanala abunə ola bilirsiniz. Xoşunuza gəlsə bəyənə bilərsiniz. Mən sizə sağlaşmaq istəyirəm. Sağ olun əziz dostlar. Silah Əzimov idi.